Salam, əziz və parlayan şirlər. 10-16 avqust həftəsində ulduzların sizin üçün nələr hazırladığına gəlin birlikdə baxaq. Həftəyə elə bir enerji, elə bir əzəmətlə başlayırsınız ki, sanki bütün dünyanın işıqları məhz sizin üzərinizə yönəlib. Onsuz da avqust ayı sizin ayınızdır, günəş sizin bürcünüzdə parlayır və bu birbaşa o deməkdir ki, kainatın mərkəzində siz dayanırsınız. Siz şir bürcü olaraq diqqət mərkəzində olmağı, sevilməyi, təqdir edilməyi hər kəsdən çox sevir və buna hər kəsdən çox layiqsiniz. Sizin içərinizdə elə bir bitməz tükənməz həyat eşqi, elə bir isti enerji var ki, girdiyiniz hər bir mühiti anında işıqlandırmağı, ən ümidsiz insanların belə üzündə təbəssüm yaratmağı bacarırsınız. Lakin bu həftənin enerjiləri sizə xatırladır ki, o böyük, mərhəmətli ürəyinizin və qürurunuzun bir sərhədi olmalıdır. Siz həmişə güclü görünmək, hər kəsə kömək etmək, mən buradayam, hər şeyi həll edərəm demək istəyirsiniz. Çünki zəif görünmək, kömək istəmək sizin lüğətinizdə yoxdur. Amma unudursunuz ki, siz də insansınız. Bəzən o krallıq tacını kənara qoyub, sadəcə dincəlməyə, kiminsə də sizin qayğınıza qalmasına ehtiyacınız var. Bu həftənin ilk günlərində içinizdə qəribə bir yorğunluq, bəlkə də hər kəsdən və hər şeydən bir anlıq uzaqlaşmaq istəyi baş qaldıra bilər. İnsanların sizin enerjinizi sanki sonsuzmuş kimi istifadə etməsi, verdiyiniz dəyərin, göstərdiyiniz fədakarlığın qarşılığını tam olaraq görməmək sizi içdən-içə incidə bilər. Sizin qürurunuz incikliyini dilə gətirməyə icazə vermir, amma gözləriniz hər şeyi deyir. Bu günlərdə özünüzə qarşı daha dürüst olun. Kimsə sizi incitdikdə, kimsə sizin işığınızı kölgədə qoymağa çalışdıqda susmayın. Amma bunu o məşhur şir nərəsi ilə, aqressiya ilə deyil, sadəcə özünüzə yaraşan o əsilzadə, sakit duruşunuzla ifadə edin. Siz onsuz da kiməsə nəsə sübut etmək məcburiyyətində deyilsiniz, sizin varlığınız özü bir sübutdur. İş və karyera həyatınız. Karyera cəbhəsində sizi olduqca dinamik, hərəkətli və bəlkə biraz da rəqabət dolu günlər gözləyir. Siz rəhbər olmaq, idarə etmək üçün yaranmısınız. Hətta rəsmi olaraq rəhbər vəzifəsində olmasanız belə, iş mühitində hər kəs sizin sözünüzə qulaq asır, sizin fikrinizlə hesablaşır. Lakin bu həftə ofisdə və ya çalışdığınız sahədə kimsə sizin bu təbii liderliyinizi həzm edə bilməyəcək. Sizin ideyalarınızı özününküləşdirməyə çalışanlar, arxanızca danışanlar və ya bilərəkdən işlərinizi ləngidənlər ola bilər. Belə cılız oyunlara əsla baş qoşmayın. Siz aslan kimi yüksəklikdə durmalısınız, aşağıdakıların səs-küyü sizi narahat etməməlidir. Çərşənbə günündən etibarən işlə bağlı yeni bir qapı, yeni bir layihə və ya çoxdan gözlədiyiniz bir xəbər gündəmə gələ bilər. Yaradıcılığınız o qədər yüksək səviyyədədir ki, ən sadə, ən darıxdırıcı bir işi belə elə bir fərqli formada, elə bir estetikayla təqdim edəcəksiniz ki, hər kəs heyran qalacaq. Əgər incəsənət, dizayn, səhnə, media və ya insanlarla birbaşa ünsiyyət tələb edən bir sahədəsinizsə, bu həftə sözün əsl mənasında sizin ulduzunuz parlayacaq. Cəsarətli addımlar atmaqdan, fərqli fikirlərinizi rəhbərliyə sunmaqdan qorxmayın. Sadəcə bir məqama diqqət edin, komanda işində başqalarının da fikirlərinə hörmətlə yanaşmağı, onları da dinləməyi unutmayın. Bəzən öz doğrunuza o qədər inanırsınız ki, ətrafınızdakı insanların faydalı ola biləcək təkliflərini qulaq ardına vurursunuz. Hər kəsin işığı bir yerdə cəmlənəndə ortaya daha möhtəşəm bir iş çıxır. Maliyyə və maddi məsələlər. Maddi mövzularda bu həftə bir qədər ipin ucunu qaçıra bilərsiniz. Siz lüksü, keyfiyyəti, gözəl görünməyi və ən əsası sevdiklərinizə bol-bol hədiyyələr almağı sevirsiniz. Pul sizin üçün sadəcə bir vasitədir, onu yığmaqdan çox xərcləyib həyatın dadını çıxarmağa üstünlük verirsiniz. Vitrində gördüyünüz o çox bahalı saat, o mükəmməl dizaynlı geyim və ya dostlarınızla qeyd edəcəyiniz dəbdəbəli bir şam yeməyi sizi asanlıqla yoldan çıxara bilər. Əlbəttə, özünüzü sevindirmək haqqınızdır, amma bu həftənin ortalarında qəfil yaranan bəzi planlaşdırılmamış xərclər büdcənizi sarsıda bilər. Xüsusən də cümə axşamı günü kiməsə böyük məbləğdə borc verməkdən və ya riskli bir işə sərmayə yatırmaqdan qəti şəkildə uzaq durun. İstəklərinizlə ehtiyaclarınız arasında o incə cizgini çəkməyi bacarmalısınız. Həyatın hər anını bir kino səhnəsi kimi yaşamaq istəyiniz gözəldir, amma o kinonun sonunda büdcənizdə qalan rəqəmlər də sizi kədərləndirməməlidir. Daha ağıllı alış-verişlər etməyə, qənaət etməyin də bəzən gələcək üçün necə böyük bir güc olduğunu anlamağa çalışın.
Sevgi, şəxsi həyat və münasibətlər. Gələk sizin o alovlu, ehtiraslı və bəzən də bir o qədər mürəkkəb olan sevgi həyatınıza. Ürəyiniz o qədər böyükdür ki, içinizdə sevgiyə dair hər şeyin ən gözəlini, ən ucasını yaşatmaq istəyirsiniz. Əgər həyatınızda kimsə varsa, bu həftə münasibətinizdə romantikanın dozasını xeyli artıracaqsınız. Sizin edəcəyiniz kiçik, lakin möhtəşəm bir sürpriz, atacağınız isti bir addım sevdiyiniz insanın ağlını başından alacaq. Amma burada bir amma var, siz sevgidə də həmişə təqdir edilməyi, səylərinizin alqışlanmasını gözləyirsiniz. Əgər qarşı tərəf sizin bu jestinizə istədiyiniz böyüklükdə reaksiya verməsə, o məşhur qürurunuz dərhal işə düşəcək və inciklik başlayacaq. Anlamalısınız ki, hər kəs duyğularını sizin qədər böyük, sizin qədər nümayişkarane şəkildə ifadə edə bilmir. Onun sakit sevgisi, səssizcə yanınızda duruşu da əslində sizin üçün çox dəyərlidir. Egonuzu sevginizin önünə keçirməyin. Mübahisə düşəndə haqlı olmaq üçün yox, xoşbəxt olmaq üçün danışın. Bəzən ilk addımı atmaq, mən səhv etdim demək sizi kiçiltmir, əksinə sevginizin böyüklüyünü göstərir. Subay şirlər üçün isə ulduzlar tam bir yay macərası vəd edir. Auranız o qədər parlayır, o qədər cəlb edicisiniz ki, girdiyiniz hər mühitdə baxışları anında özünüzə çəkirsiniz. Ətrafınızda sizinlə maraqlanan, sizin diqqətinizi çəkməyə çalışan xeyli insan ola bilər. Siz asan əldə olunan şeyləri sevmirsiniz, sizin üçün ovun bir marağı, bir çətinliyi olmalıdır. Bu günlərdə xarakteri ilə, intellekti ilə, qürurlu duruşu ilə sizə çox bənzəyən biri qarşınıza çıxa bilər. İlk baxışdan bu, böyük bir toqquşma, böyük bir cazibə yaradacaq. Ancaq dərhal alovlanıb hər şeyi bir anda yaşamaq əvəzinə, o insana sizi kəşf etmək üçün biraz zaman verin. Qoyun o sizin üçün mübarizə aparsın, sizin qəlbinizə gedən yolu zəhmətlə tapsın. Çünki siz asanlıqla təslim olunacaq biri deyilsiniz. Dostluqlar və sosial çevrə. Siz dost qruplarının, məclislərin canısınız. Siz olmadan edilən heç bir planın dadı duzu olmur, bunu dostlarınız da yaxşı bilir. Lakin bu həftə sosial çevrənizdə bəzi təmizləmə işləri aparmağınız lazım gələcək. Sizin o geniş, cömert ürəyinizdən sadəcə faydalanmaq istəyən, ancaq sizin onlara ehtiyacınız olanda qeyb olan insanları artıq həyatınızdan kənarlaşdırmağın vaxtı çatıb. Siz hər kəsə hörmətlə, sevgi ilə yanaşırsınız, amma qarşılığında saxtakarlıq görəndə içindəki o mərhəmətli şir yerini qəzəbli bir yırtıcıya verir. Kimsə sizin arxanızca danışıbsa və ya sirrinizi açıbsa, onunla mübahisə etməyə belə vaxt sərf etməyin. Sadəcə həyatınızdan elə səssizcə çıxarın ki, sizin yoxluğunuzun nə qədər böyük bir boşluq olduğunu anlayıb dərin peşmanlıq çəksinlər. Həftə sonu yaxın, sadiq qaldığına inandığınız 2-3 dostla edilən səmimi bir söhbət, içilən bir qəhvə sizə bütün böyük məclislərdən daha çox hüzur verəcək. Sağlamlıq və daxili hüzur. Sizin bitib tükənməyən o fiziki gücünüz bəzən sizi yanıltır. Şir bürcü birbaşa ürəyi, qan dövranını və onurğanı idarə edir. Bu həftə stressdən, gərginlikdən və ya uzun müddət eyni vəziyyətdə oturmaqdan yaranan kürək, bel və boyun ağrılarına diqqət etməlisiniz. Bədəniniz sizə kiçik siqnallar göndərəndə heç nə olmaz, keçər deyib üstündən keçməyin. İş qaç-haqaçının, sosial həyatın içində özünüzə bir dayanmaq, bir nəfəs almaq şansı verin. Ürəyiniz sadəcə qan pompalanmır, həm də bütün duyğularınızı daşıyır. Onu negativ düşüncələrlə, kinlə, incikliklə yükləməyin. Bol-bol günəş işığı alın, çünki günəş sizin hakim planetinizdir və onun şüaları sizin həm bədəninizi, həm də ruhunuzu qidalandırır. İdmanla məşğul olursunuzsa, bu günlərdə çox ağır çəki qaldırmaqdan qaçın, daha çox esnəmə, yoga və ya üzgüçülük kimi bədəni rahatladan hərəkətlərə üstünlük verin. Yuxu rejiminizə xüsusi nəzarət edin. Gecələr yatağa girəndə o gün baş verən hər şeyi beyninizdə ssenari kimi fırlatmaqdan əl çəkin. Hər şey olduğu kimi gözəldir və siz onsuz da əlinizdən gələnin ən yaxşısını edirsiniz. Ümumi olaraq bu həftə sizin üçün həm parlayacağınız, həm də daxili dünyanızda bəzi hesablaşmalar aparacağınız bir dövr olacaq. Özünüzü sevməkdən, dəyərinizi bilməkdən əsla vaz keçməyin. Qoyun bəziləri sizi egoist adlandırsın, bəziləri qürurlu desin. Siz bilirsiniz ki, o qürurun arxasında əslində necə saf, necə uşaq kimi sevilməyə möhtac bir ürək döyünür. Gülümsəyin, çünki təbəssüm sizin üzünüzə ən çox yaraşan bəzəkdir.
Hər səhər güzgüyə baxanda o güclü, yenilməz, lakin bir o qədər də mərhəmətli şirə baxdığınızı xatırlayın. Bütün çətinliklər sizin o möhtəşəm iradəniz qarşısında sadəcə bir xırda maneədir. Bu həftəlik bu qədər. Həyat həmişə üzünüzə gülsün.